Marneolidə hərbi xidmətə könüllü qoşulan gənclərin valideynlərinə təşəkkürnamələr təqdim olundu. Tədbir hərbi qeydiyyat, çağırış və rekrutlaşdırma xidmətinin Marneoli Bələdiyyə Şöbəsinin təşkilatçılığı ilə keçirildi. Görüş zamanı hərbi xidmətə öz istəkləri ilə qoşulan gənclərin ailə üzvlərinə simvolik olaraq təşəkkürnamələr təqdim edildi. Tədbirdə Müdafiə Qüvvələrinin sıralarına könüllü şəkildə qoşulan gənclərin qərarının əhəmiyyəti xüsusi vurğulandı. Orada yerli və mərkəzi hakimiyyət nümayəndələri də iştirak etdilər. Bugün valideynlərə biz təşəkkür məktublarını verdik, hansı ki Müdafiə Nazirliyi tərəfindən onlara göndərilmişdi. Onların övladları bugün Gürcüstan hərbisində xidmət edirlər və öz vətənlərinə, öz dövlətlərinə xidmət edirlər, dövlətlərinin təhlükəsizliyini qoruyurlar. Mən hər bir valideynə özlərin təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, biz bugün o gənclərin valideynləri ilə görüşdük, hansıları ki, könüllü olaraq hərbi xidmətə yazıldılar və gedib vətəndaşlıq borclarını yerinə yetirirlər hal-hazırda. Qeyd etmək istəyirəm ki, bu həqiqətən də təqdirə layiqdir, hörmətə layiq bir addımdır. Mən fəxr edirəm ki, Marneoli Gürcüstan miqyasında bu sahədə liderdir. Övladları hərbi xidmətdə olan valideynlərlə gözəl görüşümüz baş tutdu. Bildiyiniz kimi son zamanlar Gürcü hərbiçiləri üçün çox gözəl imkanlar yaradılıb. Müxtəlif istiqamətlərdə onlar təhsillərini gücləndirərək istədikləri peşə üzrə fəaliyyət göstərə bilirlər. Düşünürəm ki, bu imkanlar yeniyetmə yaşında olan gənclərimizə gələcəkdə düzgün qərar vermələrinə əla imkan yaradır. Nəticədə bir daha fürsətdən istifadə edərək valideynlərə ürəklərində belə gözəl vətən sevgisi olan övladlar yetişdirdiklərinə görə təşəkkür edirəm. Biz buraya valideynlərə təşəkkür etməyə gəldik. Milli Mərkəzin rəhbəri adından onlara təşəkkürnamələr təqdim etdik. Bu işdə bizə yardımcı olan yerli hakimiyyət nümayəndələrinə də təşəkkür edirik. Mən Sarıyev Məhərrəm, Emil Sarıyevin qoca babasıyam. Mən bugünkü günüm fəxr edirəm ki, mənim nəvəm da öz könüllü getdi əskəriyə. Onun vaxtı noyabr ayındaydı, amma dedi ki, bu ay qoca baba, qoy mən gedim əskəriyə. Bugünkü günü vaziyandadır, o şeydədir, karantində. Mən bütün valideynlərə də təşəkkür edirəm ki, kimlər ki öz körpələrini göndərir əskəriyə. Bizim borcumuzdur, Gürcüstanda yaşayırıq, Gürcü xalqına qardaş olmağa, o Gürcüstana xidmət eləməyə. Qavmarcöz Sakartveyev. Marneoli Mədəniyyət Mərkəzi Tumanişvili adına Kinoaktyorlar Teatrında Luna və İşıldayan Böcəklər Planeti tamaşasını təqdim edib. Təqdimat Gürcü Kukla Teatrının ilk peşəkar nümayiş proqramı çərçivəsində keçirilib. Proqram müxtəlif teatrlara öz əsərlərini geniş auditoriyaya və sahə nümayəndələrinə təqdim etmə imkanı yaradıb. Layihə Unima Georgiya Beynəlxalq Kukla Teatrı Assosiasiyasının Gürcüstan Milli Mərkəzinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Gürcüstan Kukla Teatrının ilk nümayişinin keçirilməsi çox vacibdir və Marneolinin bu ilk nümayişdə iştirakı çox vacibdir. Çünki Gürcüstandan 5 şəhər təmsil olunur. Onların arasında Marneoli də var. Marneolidə Kukla Teatrının, eləcə də Dram Teatrının və müxtəlif mədəniyyət mərkəzlərinin inkişaf etməsi faktı öz təsirini göstərir. Bütövlükdə Gürcüstanın mədəniyyətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Cənab Levanın bizi Tbilisidə qonaq kimi qarşılamasına çox şadıq. Bu, Gürcüstana ilk səfərimizdir. Gömrüklə çox maraqlanırıq. Bu sahə çox maraqlıdır. Söhbət ailə üzvlərinin görüşməsindən, bir-birlərinə qayğı göstərməsindən gedir. Dili bilməsəm də, yeni akademiya bizi bir araya gətirib. Çünki İsveçlilər öz hərəkətləri barədə çox aydındırlar və bu çox vacibdir. 但是它丝毫不影响我来观看这部作品。我觉得这是一个非常温情、非常有趣的一个可以互动跟孩子、跟亲子家庭互动的这样的一部作品。需要重来吗？
Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının hərbi nümunəvi orkestrinin yaradılmasından 34 il ötür. Yubiley münasibətilə ana dili bağında konsert təşkil olunub. Orkestr tədbir iştirakçılarına zəngin və rəngarəng musiqi proqramı təqdim edib. Konsertdə dövlət himni, gürcü və xarici bəstəkarların əsərləri, film musiqiləri, hərbi marşlar və caz kompozisiyaları səsləndirilib. Tədbir çərçivəsində Milli Qvardiyanın rəhbərləri orkestrin inkişafına verdikləri töhfəyə görə bir neçə hərbi musiqiçini mükafatlandırıb. Milli Qvardiyanın hərbi nümunəvi orkestri 1992-ci ildə yaradılıb. Orkestrimiz bizə daha gözəl bir gün bəxş etdi. Bu Tbilisi xalqına gözəl bir gün oldu. Orkestrimizin üzvlərinə gözəl çıxışlarına, xoş bir günə görə təşəkkür edirik və bir daha hamınıza gəldiyiniz üçün minnətdarlığımızı bildiririk. Konsertdə həm Qərbi Avropa, həm də Gürcüstan musiqisini, həm caz kompozisiyalarını, həm də film musiqisini ifa etdik. Bununla belə biz həmçinin Ubbinin Leon və Rice'ın Lazy Second əsərlərini də ifa etdik. Bu əsərləri onun xatirəsinə həsr olunmuş və nəfəsli orkestr üçün aranjman etdiyimiz əsərlər idi. Tbilisi Polis Departamentinin əməkdaşları narkotik cinayətində ittiham olunaraq əvvəllər məhkum olunmuş 2 nəfəri saxlayıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları onların üzərində və yaşayış evlərində aparılan axtarış zamanı xüsusilə külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr, eləcə də həmin maddələrin qablaşdırılması üçün nəzərdə tutulan materiallar aşkar edərək götürüblər. Faktla bağlı istintaq aparılır. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.